Hazırda Azərbaycanda müşahidə edilən demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da, uzun müddətli dövrdə əhalinin yaşlanması, sığorta olunanlar və pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər. Yeni Sabah məlumat verir ki, Trendin məlumatına görə bu məsələ Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihədə qeyd edilib ki, hazırda ölkə əhalisinin 69,7% əmək qabiliyyətli yaşda, 15-65 yaş, 9,1% isə 65 və daha yuxarı yaş qrupuna aiddir və dünya göstəriciləri ilə müqayisədə hazırki vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Ancaq növbəti bir neçə 10 illiklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər. Mövcud demoqrafik meyillərə əsasən 2024-cü ildə 0,6% olan əhalinin illik artım tempinin BMT-nin dünya əhalisinin perspektivləri hesabatına görə 0,0-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir. Eyni zamanda 15-64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayının 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacağı, daha sonra isə azalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisinin 65-4%-ədək azalacağı proqnozlaşdırılır. Başqa tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1% təşkil etdiyi halda bu göstəricinin 2050-ci ilin sonunadək 1,1%-ə çatacağı gözlənilir. Bundan əlavə, əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödəyişi müddətinin uzaması və fondun maliyyə yükünün artırılması ilə nəticələnir. 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil edib və mövcud artım tendensiyasının davam edəcəyi halda BMT-in proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir.